Aşıq Telli Borçalı ağır itki ilə üzləşib. Sənətçinin qardaşı Ataxan Qurbanovun vəfat etməsi ailə üçün böyük sarsıntı olub. Məlumata görə 60 yaşlı Ataxan Qurbanovun qəfildən halı pisləşib. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Qəfil ölümlər hər zaman daha ağır qəbul olunur. Çünki nə ailə, nə də yaxınlar belə bir xəbərə hazır olur. Xüsusilə də ictimaiyyətə tanınmış bir sənətçinin ailəsində baş verən itki cəmiyyət tərəfindən də həssaslıqla qarşılanır. Aşıq Telli Borçalı Azərbaycan aşıq sənətinin tanınmış nümayəndələrindəndir və uzun illərdir saz söz sənətini yaşadan simalardandır. Belə bir anda sənət adamının yaşadığı ağrı təkcə ailəyə yox, mənəvi yük də daşıyır. Ailə üzvünün itkisi insanın həyatında ən ağır sınaqlardan biridir. Qardaş itkisi isə xüsusilə dərindir. Uşaqlıqdan başlayan bir ömür yoldaşlığının qəfil bitməsi böyük boşluq yaradır. Bu cür hallarda cəmiyyətin mənəvi dəstəyi önəmli olur. Sosial şəbəkələrdə də sənət cəmiyyətində başsağlığı mesajlarının paylaşılması da bunun göstəricisidir. Belə hadisələr bir daha xatırladır ki, sağlamlıq hər şeydən önəmlidir. Qəfil hal pisləşmələri çox vaxt ürək-damar problemləri və ya digər gizli xəstəliklərlə bağlı olur. Mütəmadi tibbi müayinələr və vaxtında həkim nəzarəti həyatı əhəmiyyət daşıyır. Aşıq Telli Borçalıya və mərhumun ailəsinə səbr diləməkdən başqa söz qalmır. Allah rəhmət eləsin.